Almanya'da ilk dəfə də sürətli qatarla evimizə qayıdırıq. Görək maksimum nə qədər gedəcək. Yolumuz Berlindən Heidelbergə idi. 15 saatlıq yolu biz 5 saata getdik. Və bizim mənzərəmiz yol bu. Bu qədər pul ver. Gəl, otur getdik. Mən sizə deyirəm, insanlar. Nətər ləzzət alacağız yolda. 5 saatlıq yolu keçirmək üçün Həsən kitab oxuyurdu, mən isə film izləyirdim. Bu arada mənzərəni görməyə çalışırdım, amma sadəcə çalışırdım. Sonra isə boş bir yer tapdım və vəssalam, artıq VIP mənzərə mənimlədir. Qalan zamanda isə şaşkı oynadıq və əlbəttə ki, mən qazandım. Tamam. İnandım, tamam. Bu sırtını çəkərdim da. Hər özünə cavab tekli çəkirdi. Paxılıq eləmə, sən də ödərsin, nə rahatım. Bayağı qodmuşam ben. Haberim yok. Paxılıq eləmə, biraz səbr elə, sən də olur. Bax. Səsi görün. Tıqıdı. Kim qazandı? Bir oldu, bayaqkını da çəkərdim. Yok ya. Allah Allah. Hər özünə cavab tekli çəkərdim. Əldəki sübut odur ki, mən qazandım.